Dostlar, mən Agil. Bugün sizlərlə birlikdə Minecraft videomun 5-ci bölümünə çox xoş gəldiniz. 5-ci bölüm part 3 olacaq bu video. Bu videoda da daha çox işlər görəcəyik. Keçən bölümdə də çox işlər görmüşdük. Ancaq yalnız bir səhvim var idi ki, dəmir golem düzəltmişdim. Bütün dəmirlərim getmişdi. Dəmirlərin çox hissəsi yəni. Amma bu heç bir şeye de yaramamıştı. Çünkü demir golem mən madene gedib qaydanda yox idi ortada. Neyse, videodan kənar biraz qazıntı da apardım. 2 dənə qabağıma qızıl çıxdı. İlk qızılım. Meşale çox azdı. Meşaləmiz bitəcək. Təkcə onu demək istəyirəm. Neyse. Videoya davam. Çox danışmadan, yəni videomuza da keçək. İlk dəfə də kömürün altında üstündən dəmir çıxır. Dostlar, bu videoda yani kanalımıza da abone olmağı, like atmağı unutmayın. Bu videoları bilirsiniz, bir de çok işi var da bu videoların. Düzeltmek, paylaşmak. Her şeyi gözlüyorsun. Like atmak, abone olmak. Dostum Yusuf'un kanalı da elə kanalımın açıklama hissəsində var. Onun da kanalına abone olabilirsiniz. Videolarla bağlı nə fikriniz varsa çəkinmədən bildirin. Meşaləmiz bitdi uşaqlar, batdıq biz. Baxa görə nə qədər? 48 dənə 64 dənə bir dəmirimiz var. 2 dənə qızılımız var. Elmaslarımız evdədir. 2 dənə balqabaq nəysə də belə adı yadımdan çıxdı, nə idi bu? Oyulmuş balqabaq var. Daşlar var, o da lazım olur. Bir yerdən bir yerə tullanmaq üçün vedrədə suyumuz var. Onu da hər şey öyle adı yadımda qalmır, ona görə belə deyirəm də. Oy, yenə bir yer tapdım. Yenə qızıl. Buranı uşaqlar, tez meşale lazımdır mənə. Biraz bura gedək, sonra hər yerdə bir şey var uşaqlar. Burada da qızıl var. İnşallah yaddaş yeri zad bitməz. Bilirsiniz bu nə deməkdir? Çox şey çıxa bilər buradan. Elmas da çıxa bilər. Ayda keşke biraz gecə modu olardı keşke məndə. O neydi, orada nəsə gördüm mən. Burada deyəsən lava var. Dəmir də var. Amma bayaqçı yeri heç vaxt yəni unutmamalıyam. Ora getmək çox vacibdir mənim üçün. İndi keçdin əlimə. Nedir arkadaşlar?
Gec qırılmasaydı yaxşı olardı. İki. Üç. Dört. Beş. Altı. Yedi. Sekiz. Uşaqlar, bir də portal açmaq üçün neçə dənə netherite daşı lazım olduğunda yorumlarda yazın, mən yadımdan çıxıb. Hər ehtimal indi bilmirəm neçəndən yığacam. Yəni bilmirəm də. Bilirəm ki, ən məntiqli odur ki, hamı fikirləşə bilər ki, hamı bilir ki, 20-dən az olur yəqin ki. İndi belə deyəndə özümü noob kimi hiss edirəm. 11 dənə toplamışıq. 12 dənə. On üç dənə. On dört dənə. Çox vaxt bitirdi. 15 dənə. Videonu dayandırardım keşke burada, amma neyse. Artıq qazmışıq. Yəni sıxıcı olduğunu biləm belə. Bağışlayın bu detayı belə paylaşdığıma görə. 20 dənə eləyəcəm, biraz da əlavə qalsın, heç olmaz. O da qorumaq üçün belə, nə bilim, bəzi yerləri qorumaq daşı üçün belə başa sala bilmirəm. Sığınacaq kimi də qoruya bilmək üçün belə bərk blok olsun bizdə. Nə tövsiyələriniz varsa da yorumlarda yaza bilərsiniz. Oy. Biz buradan qalxaq, 20 dənə elədik, bəsdir. Mən hardan gəldim bura? Burada da qızıl var. Cənnətə gəlmişəm. Neyse, belə oldu, netherite'ları da qazdıq. Daha hansı da elmas kazma bizə təkcə nəsə netherite üçün yox, başqa madənləri qazmaq üçün də lazım olacaq. Daha netherite olan ehtiyacımız bitdi. O yurda lapis var. Bir dakika. Neyim ben? Hardan gelir bu suyun mənbəyi? Daşlarımız bitti. İşe bakayım. Qalı bey, amma indi hamısını da işlətmək istəmirəm. Elmas! Elmas! Aya creeper gəlir. Elmas tapdıq. Uşaqlar. Elmas.
Ay inşallah bol çıxar. Ay Allah. Yes! Nə də çox var. Balqabaq başı niyə qoydun məni? Elmas. Heç bir dənəsinin də yanmağını istəmərəm. Bura məncə çox qəşəng bir yerdir. Bura getməliyəm təcili mən. Bax, görək başqa yerdə yoxdur ki. Burada da qızıl var. Çox var. Bura çox qəşəng dolu. Qəşəng bir yeriymiş. Yaxşı ki gəlmişəm buranın. Daşlarımızı götürək. Uşaqlar, bu çox yaxşı oldu. Birinci kömürləri qazaq. Ya da yox, bəlkə ölüb eləyəcəm, sonra qalsın bunun. Buranın bir qoruma altına alaq. Ay da qızıl yerə düşdü. Bu nədir hər şeydə? Başqa neyiniyək ki? Biraz da qazaq, bəlkə üstündən nəsə çıxdı. Elə belə qazıram, olsa bunlar mənə lazım deyil ki. Bəlkə dalından nəsə gəldi madən. Qazma qırıldı. Ay, uşaqlar, neçə elmasımız oldu bizim? 4 dənə elmas gəldi bircə dənə yerdən. 12 dənə də qızılımız var. Uşaqlar, bu çox böyük bir şeydir. Lapis var idi orada, ora gedək tez. Hardan gedə bilərik ora? Az qalsın ölürdüm ya. Ay, iskelet səsi gəlir. İskelet məni öldürsə elə pis söyərəm. Çox böyük bir şey oldu uşaqlar. Büyü eləyə biləcəyik. Harada baxıram kömür çıxır. Bunun qarşılığına, bu qədər əziyyətimizin qarşılığını verin də, like atın da uşaqlar. Tək istədiyimiz budur, like atın, kanalımıza abunə olun. Bu təkcə mənim kanalım deyil ki, mənim bir də mənim takipçilərimin kanalıdır bu. Bunlar da, nə oldu? Ölə bildim, ölmüşəm. Çox qorxdum, elə bildim ölmüşəm. Orada da bir də madən var idi. Bu madəni də toplayacağım. Bu çox yaxşı oldu uşaqlar. Ayda, heç nə də yoxdur. Azmışam. Hə, biraz azmışam. Onda toyuğu yiyeyim, toyuq geçsin. Qəşəng.
Başqa nə var? Başqa bayaqçı yeri buranı çox gəzdim. Bayaqçı yerini unutdum. Bayaqçı yer hardaydı? Bura gedək, nəsə burada. Nəsə çıxacağına əminəm mən. Qırmızı madəndən bu madən nə idi? Redstone tozu, hə. Bundan başqa da madən çıxa bilər. Altından lava çıxsaydı. Özümüzü çox azdırmayaq. Mən bayaqçı yerə getmək istəyirəm. Bayaqçı yer hardaydı? Buradan da əslində nəsə çıxa bilər. Nədir? Meşaləmiz yoxdur. Ayda ora hardaydı? Ora çox vacib idi. Buraydı. Yox, mən burada redstone tozu zad görməmişdim. Ayda bir də gerək bunu axtar da. Gəl axtar bunu. Yox. Hə, buradan qayıtmalıyıq məncə. Buna bak. Burada partlasa elə pis olar. Ayda. Ama su niye gitmiyor? Hə, şükür. Bu su hardan gəlir? Öl. Buna bakın. Gelmir de gizlenip orada. Ora çok vacip bir yeriydi. Oran takım videonun sonlandı.